Efirdə xəbərlərdir. Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz siyasətini korrekt etməyə hazırlaşır. Ağ Evdə Respublikaçı Donald Trumpın prezidentliyinin ikinci dönəminin başlaması ilə Azərbaycana dair bir sıra məsələlər gündəmə gəlib. Onlardan biri 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən azadlığa dəstək haqqında aktına edilən 907 saylı düzəlişin ölkəmizə qarşı birbaşa yardımı qadağan edilən düzəliş ləğv edilib edilməyəcəyi ilə bağlıdır. Belə ümidlər var ki, Trump bu düzəlişi ləğv etmək təşəbbüsü ilə çıxış edə bilər. 907-ci düzəlişin həmmüəlliflərindən sayılan demokrat Joe Bidenin Trump tərəfindən hakimiyyətdən yola salınmasının da bu qərara təsir edəcəyi ehtimallarından söz açılmaqdadır. Eyni zamanda Trumpın birinci hakimiyyəti dönəmində Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi də xatırladılır. İstisna deyil ki, Ağ Evdəki kreslo dəyişikliyi ermənilərin yuxusuna haram qatıb və onlar həm də 907-ci düzəlişin ləğv oluna biləcəyindən narahatdırlar. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.